Nazirə, bizim bir rubrikamız var. Bu da Balkanın bugün mənə etdiyi bu stresdir. Mən öyrəşməmişəm bu qədər suala. Çünki Veliş gedə-gedə yazır, bu Zaura öyrəşib də. Ona görə Zaur gedə-gedə o qırğınları eləyir. Bu maşallah Veliş gedə-gedə bu rubrikamızı eləyir. Xınayaqda aparıcısı deyəndə ilk ağla gələn iki aparıcı. Mən. Bir də İlk gələn iki. Rəhmətli Topuş xanım. 12 yaşında 4 qızla çarəsiz, qorxu dolu günlərim yadıma düşəndə. Uşaqlığımdır da o mənim. O sual xoşuma gəlmir artıq. Çox verilib. Hə, çox çeynənib. Borc pul istəyəsi olsam, hər hansısa bir sıxıntım olsa, ilk sən gedəcəyim 3 sənət nümayəndəsi. Heç kim. Yəni sənətdə elə bir adamın yoxdur. Mən heç kimi bank gözündə görmürəm. Borc istəmək üçün bank var. Amma qeyri-səmimi cavab verdim bu suala. suala. Heç kim. Niyə? Rəfiqələrin Dəfələrlə var. sənin yanında olmuşam, pula ehtiyacım olub, xəbərin olmayıb. Yox, o mən Niyə bir dəfə mənə deyir ki, 20 manat kartıma, pul kartımda... O 20 manat ehtiyacdır. Sən məndən 10 min dəstəsən verərəm sənə, amma o sözü vermərəm, pərbinə də verərəm. 20 manat ehtiyac deyil, yox, o ehtiyac deyil. 20 manat... Olan yerdə. O səhvimi heç vaxt özümə bağışlamaram dediyim səhvim. Situasiyaya görə dəyişə bilər. Yoxdur elə bir səhvin ki, onu özünə bağışlaya bilmirsən. Situasiyaya görə elə bir səhv eləmək olar ki, o normalda başqa vaxt eləsən səhv deyil, amma həmin an səhvdir. Cığatil isə qızı ilə hal-hazırda münasibətim. Yaxşı. Nişan üzüyümü satıb ASTV kanalına çıxdığım günlər Milli geyim. bir daha qayıtsaydım. Milli geyim Burada almışdım. nəzərdə tutuyorum ki, Azərbaycan Dövlət Televiziyasına çıxmaq pulla deyil. Bu sözə görə mən problem yaşayaram. Geyimini ala bilmək üçün bunu eləyə bilər. Çünki ASTV Nişan üzüyümü dövlət kanalı. deyildi. Üzüklərimdən biri idi. Yəni hər kimi də. O üzüyümü satdım, paltarımı tikdirdim. Pulum yox idi deyə. Yenə də borc istəmədim.